Дайте, пожалуйста, что-нибудь от зубной боли. Dайте, pожалуйsta, что-nибудь от zubnoy boли. Zəhmət olmasa diş ağrısına qarşı nəsə verin. Probleminizi həll edəcək bir sualdır və yaxud cavabdır. Düzdür? Qəliz cümlə, qəliz sözlər öyrənməyə gərək yoxdur, əzizlərim. Mənim kitabım elə yazılıb ki, nümunədə göstərirəm. Elə yazılıb ki, dili bildin bilmədin, rus hərfini bildin bilmədin fərq eləmir. Hər kəs öyrənə biləcək, hər kəs danışa biləcək. Yaş həddi yoxdur. Harda yaşayırsan yaşa, hər yerdən əldə edə bilərsən. Yetər ki istə, yetər ki bunun üçün hansısa bir addım at. Ekranda qeyd olunan nömrəyə yaz, əldə et və 4-5 aya rus dilində B2 səviyyəsində danış. Bu günə kimi əldə edənlər necə gözəl kitabdır, necə rahat yazılıb onu deyirlər. Onlardan biri də sən ola bilərsən.